Hər vaxtınız xeyir olsun, dəyərli pasientlərim. Bugün mən sizlərə kimyəvi dərmanların müalicəsi nədir və fəsadları nədir və təbii müalicənin üsulları nədən ibarətdir? Bu barədə sizə ətraflı qısa məlumat vermək istəyirəm. Deməli, orqanizmdə baş verən problemlərin əsas müalicəsi problemin səbəbini ortadan qaldırmaqdır. Bu, təbii təbiətin ən üstün və perspektivi cəhətlərindən biridir və təbii təbiətə əsasən orqanizmdə olan problemlər səbəb araşdırılır və təbii üsulla tam aradan qaldırılır. Və kimyəvi dərman fəsadları çoxu zaman xəstəliklərin xroniki xarakter almasına və birbaşa müalicəsinin çətinləşməsinə səbəb olur və çoxu zaman xəstələrin müraciət etdiyi problem də bundan ibarətdir. Artıq xəstəlik mütəmadi olaraq illərlə kimyəvi dərmanların təsirinə məruz qalaraq problem yaranır orqanlarda və xroniki hal alır xəstəliklər. Təbii üsulla bunları necə müalicə edirik? Xüsusi aparatura vasitəsilə orqanizmdə olan problemlərin səbəbləri araşdırılır və ona uyğun olaraq təbii surətdə bütün orqanda olan problemlər tam müalicə olunur. Və təbii təbiətin üstünlüyü ondan ibarətdir ki, insana bir orqanizm kimi baxılır və bütün orqanlar bir-birinə qarşılıqlı təsirdə olduğu üçün tam şəkildə səbəb araşdırılaraq kompleks şəkildə problemləri və onun yan təsirlərini aradan qaldırırıq. Və buna görə də məhz təbii üsulla biz şəkər, təzyiq, zob və digər onkoloji xəstəliklər kimi müalicəsi olmayan xəstəliklər üzərində çox yüksək nəticələri rahat şəkildə əldə edirik.